Millinin oyunlarını yəqin ki izləmirsən. İzləmişəm. Təcrübəli futbolçu kimi fikirlərim var Mən arada. milli komandanın oyunçuları haqqında heç bir şey deməyəcəm və nə qədər futbolda olacam ki, çalışacağam komanda yoldaşlarımı dəstəkləyim, düşünürəm. Onlar dəstəyə layiqdir. Amma biz problemi əgər stadion içində görürüksə, onda hamısını belə deyim də, Bütün gün tənqid eləmək lazımdır, bütün gün onların üzərinə getməliyik. Mən düşünürəm və bu mənim şəxsi qərarımdır. Bunda heç kim üçün müzakirə açıq elan etmirəm. Sadəcə məndən soruşursunuz deyə. Deyirəm ki, məncə bizdə əgər futbolçu yetişmirsə, bizdə əgər futbolçu limitlə çağırılıbsa, bir mövqeyə 3, 4, 5 oyunçu çağıra bilmiriksə, biz demək ki, bizim problem Polyada deyil. Polyadan kənarda biz yetişdirməliyik, biz daha fərqli şeylərə diqqət yetirməliyik. Bizim polyamız yoxdur məşqləşmə. Bəzən meydança problem yaşayırıq. Amma biz deyirik sabah Fransaya qarşı heyət düzəltməliyik. Nə dərəcədə mümkündür? Əgər şərait, vəziyyət uşaqların oynaması üçün hazırlanmırsa, biz oradan heç bir məhsul götürə bilməyəcəyik. Ona görə bu çətin periodda düşünürəm futbolçularımıza sahib çıxmaq lazımdır. Bu mənim şəxsi fikrimdir. Demirəm onlar yaxşı oynayırlar. Biz də vaxtilə udmuşuq, vaxtilə məğlub olmuşuq, amma hər halda düşünürəm özümüzdən olan idmançıları dəstəkləmək məncə tənqid edib dəstəkləmək lazım. Həm sevgi, həm də qorxu göstərmək lazımdır ki, biraz daha məsuliyyətli olsunlar. Yenə də deyirəm, onların məsuliyyətli olması üçün zəmin yaranmalıdır, şərait yaranmalıdır. Onlar istəsə də, istəməsə də artıq belə deyim, məsuliyyətli olmalı. Bizdə vəziyyət biraz boşluqdur deyə, ona görə bəzi futbolçular bəlkə yaxşı hazırlaşmır, bəlkə başqa bir amillər var, amma hər halda bunlar azarkeşlər qarşısında səbəb deyil. Çünki istər Arazdan, istər milli komandadan, bütün futbolçulardan nəticə gözləyir. Biz bunu başa düşürük və inandırım sizə ki, biz nə vaxt ki meydandan, istər millidə, istər klubda 3 baldan evə getmişik, valideynlərimiz də bizdən razı olub. Nə vaxt ki biz məğlub getmişik, atam mənlə söhbət eləmək istəmir. Ona görə onların da həyatı bizim həyatımızdan seçilmir. Bütün azarkeşlərin, bütün jurnalistlərin həyatından fərqlidir. Arada 3-cü yerdədir, amma səhvləmsə heç kim çağırılmamışdı. Bəli, çağırılmamışdı. Məncə bizim komandanın ən layiqlilərimizə. Məncə bizim komandada ən layiqli Urfan idi. Düşünürəm çağırmaq olardı və yaxud da kömək eləyəcəyinə inanıram Urfanın. Bizim komandadan ona yalnız belə ehtimat edirəm. Slaviki də düşünürəm bəzən. Amma sənin də gözləyənlər var idi ki, son zamanlar. Sadəcə Zədən bəlkə də araya girməsi, bəlkə də hansısa fikirləri dəyişdi, amma çox istəyirdim sonuncu 1-2 oyunu millidə keçirim və vidalaşım millimiz. Hələ ümid var da, yəni qarşıda çox. Bəlkə yay toplanışına qədər gözlədim, ondan sonra qərarımı verəcəm. Amma millidən geçsəm də, getməsəm də düşünürəm elə bizim ürəyimiz elə həmişə milli üçün döyünüb, bayraq üçün döyünüb. Bundan sonra da belə olacaq.